Herkese salam, kanalıma xoş gəlmisiniz. Aktrisa Xəyalə Quliyeva haqqında yayılan xəbərləri təkzib edib qeyd edək ki, telegram.com aktrisa Xəyalə Quliyevaya qarşı keçmiş həyat yoldaşı məhkəmə iddiası qaldırdığını yazıb. Xəbərdə deyilir: Yusif Musayev məhkəməyə Xəyalə Quliyeva ilə birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün müraciət edib. Maraqlıdır ki, iddia ərizəsində Xəyalə Quliyevanın 2019-cu ildə Maşın Show televiziya layihəsində utduğu Nissan markalı avtomobilin adı da keçir. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib. Birinci məhkəmədə Maşın Show'dan qazanılan avtomobillə bağlı iddiaçının tələbini təmin edib. Xəyalə Quliyeva isə qərardan apellyasiya şikayət edib. Bu xəbəri paylaşan saytlara isə Xəyalə Quliyeva xəbəri təkzib edib. O video görüntü paylaşaraq bu xəbərin yalan olduğunu deyib. Qeyd edək ki, tərəflər arasında boşanma nikahı 2024-cü ilin dekabrında məhkəmə qaydası ilə pozulub. Səhər durmuşam, hamı mənə xəbər atır. Xəbər saytları, nə bilim, maşınla bağlı xəbərlər paylaşır, nə bilim. Mən başa düşmürəm, bu xəbər saytları bu məlumatı hardan alır? Bu saxta məlumatları niyə yayırlar? Niyə məndən bir şey soruşmurlar, ağıllarına gələni yazırlar? Maşınımdayam, maşınımda da olacam. Bu nə məlumatdır? Yolumuz Kaçmaza. Bütün çıxartmamışam, bir dənə qayıtma bütün çıxardım gedək. Bəli, bax da başladım Beş səndən. dəqiqə. Qardaş, buradan da dönərsən də zəhmət olmasın. Ay qardaş, sən buradan sağa dönməliydin, nə düz getdin? Mən neyiniyim xanım, mən düz sürürəm də burada. Herkese buyurun. Qızıl kampanya nədir? Biz hal-hazırda gəlmişik, çıxmışıq Okean Store supermarketə. Deməli, bu marketdə hər gün, həftə içi, hər gün saat 14:00-dan 16:00-a qədər bütün məhsullara 5% indirim var. Deməli, nə salmaq istəyirsə, gəlirsiniz marketin qabağına, gözləyirsiniz ki, saat 2 olsun və girirsiniz içəri, ucuz-ucuz hər şeyi alıb gedirsiniz. Düz Bakı Xaçmaz Rostov yolunun üstündədir. Sürücü kampanyası da var hətta burada. Bir üstə gəl, bir kampanyası var. Kampanyalardan bol. Ona görə də Okean sərfəlidir hər an.